Dua və ibadət ayı olan Ramazan müsəlmanları pis əməllərdən çəkindirir, onları daha mərhəmətli olmağa çağırır. Bu ay həm də günahların bağışlandığı aydır. Odur ki, Ramazanda oruç tutan hər kəsə öz günahlarını yumaq imkanı verilir. Oruç tutan şəxs daxilən dəyişir, əməli salih olur. Ali bəşəri dəyərləri insanlarda təlqin edir. Məhz Ramazan ayı insanlara ən azı onu verir ki, insan bu ayda %100 nə edirsə, Allah Teala onun duasını heç zaman yerdə qoymur. Məhz bu ayda Allah Teala insanların duasını qəbul edir. Və bu insanlar əgər bu Ramazan ayında bir ay özünü Allaha həsr edirsə, ondan böyük ibadət, ondan böyük Allaha itaət, ondan böyük əyilmək ola bilməz. Qadınlar 9, kişilər isə 15 yaşından oruç tuta bilər. Hər bir müsəlman sübh azanından şam namazına qədər orucu batil edən əməllərdən özünü qorumalıdır. Amma İslamın dəyərlərinə uyğun olaraq Ramazanda da məcburiyyət yoxdur. Xəstələr, qocalar, hamilə qadınlar, eləcə də səfərdə olanlar üçün oruç tutmaq məqbul deyil. Oruç tuta bilməyənlər isə imkan daxilində hər günün əvəzində bir kasıbı doyurmalıdır. Allah Teala bir gözəl yol qoyur ki, deyir, istərsən ki, bir insana bir mərhəmət, şəfqət əli uzadasan, bir Ramazan ayında bir oruçdan insana bir iftar süfrəsi verərsən, sən də oruç tutmaq qismində olarsan. Yəni, nə qədər gözəl bir, önəmli bir kəlmədir. Əgər bugün mənim içimdə, hətta 6-cı İmam Sadiq əleyhissalama sual veriblər ki, mən də oruç tutmaq istəyirəm, amma orucdan məhrumam. Yəni, il uzunu mən xəstə oluram. İmam buyurmuş ki, sən bir adam əgər iftar süfrəsində bir xurma verirsənsə, onun iftar açmasında sən zəmin yaradırsansa, şərait yaradırsan, Allah Teala sənin üçün o savabı yazır və sən də oruç tutmaq hökmündəsən. Əlbəttə ki, bu insanlar oruç tuta bilmirlərsə, onlar yediyi qidalardan, gün ərzində nə yeyirlərsə, onların pullarını hesablamalıdır, ehtiyacı olan insanlara, fəqir olan insanlara o pulu yardımlaşmalıdır və insanlara, o ehtiyacı olan insanlara o pulu verməlidir. Ramazanda vacib olan əsas şərtlərdən biri də insanın səhhətinin qeydinə qalmasıdır. Bütün günü ac qalan şəxs iftar vaxtı həddindən çox yeməməlidir. Bunun əvəzində bədənin aclığa və susuzluğa müqavimətini artıran qidalara üstünlük vermək daha məqsədə uyğundur. İftar ya imsak vaxtında, suhur vaxtlarında elə etməlidir ki, həmən gün insan özün biraz yormamalıdır, əziyyətə salmamalıdır. İnsan həmin günü tam, təbii ki, insanın fitrətində var, insan aca da bilir, insan susluya da bilir. Amma insan o bir ay ərsin düşünmək şərti ilə gün şəklində, proqram şəklində onun qidası o qədər möhkəm olmalıdır ki, və insan bədəninin, belə deyək, müqavimətini itirir, günü-gündən bədən zəifləşir. Amma çalışmaq lazımdır ki, qidaları özü üçün seçməlidir ki, o qida onun bədənin günü-gündən müqavimətini itirməməlidir. Ramazanda oruç tutan şəxsin özündə mənəvi həyatın ən böyük hadisəsini, Allaha yaxınlıq hissini duyması, qavraması və ancaq yaxşı işlər üçün ruhlanması bu ayın mahiyyətindən irəli gəlir. Orucluq həm də hər kəsə bir əxlaq dərsi verir. Hər gün təkrarlanan dualar insanın iradəsini möhkəmləndirir. Nəfsinə hakim çıxmağa və xeyirxahlıq səmtini itirməmək üçün qabiliyyət aşılayır. Oruç tutmaq təkcə insanları yemək və içməkdən saxlamır. Həmçinin insanlar nəfsinə hakim olmağı, pis niyyətlərdən uzaq və səmimi olmağı, acların halını düşünməyi tələb edir. Allah rizası üçün tutulan orucun mükafatını isə Allah özü verir. Bu müqəddəs ayda oruç və dualarımızın qəbul olunması diləyi ilə Ətayə Ələmdar qızı Turan Mustafayev, Lizer TV.